Talih TV kanalına abone olmayı unutmayın. Sizleri çok seviyorum. Salam hörmətli tamaşaçılar, Talih TV izləyiciləri, hər birinizi salamlayıram. Bugün Talih TV'nin çəkiliş qrupası Qubatlı Sərəl kəndindəndir. Bildiyimiz kimi Qubatlı Sərəl kəndi qədim insan məskənlərindən biridir. Sərəl kənd qəbirstanlığında tarixin qədim dövrünə aid olan qəbir daşları bunu sübut edir. Bu daşlar üzərində olan qədim ərəb fars yazıları 1147, 1164, 1211, 1338, 1348-ci illər qeyd olunmuş daşlar vardı. Daşlar üzərində olan şəkillər, tamğalar bir daha qədim böyük türk tarixinin səssiz şahidlərindəndir. Sərəl kənd qəbirstanlığında olan qədim qəbirlərdən bir neçəsi Hacı Nadir tərəfindən təmir və bərpa edilmişdir. Köhnə qədim məzarlıqdır. Qədim məzardır. Bizim Sərəl kənd məzarlığında tapılan köhnə məzardır. Bunun yaşı da bilinmir. Hardasa təxmini hesabından 1100-cü illərin məzarıdır. Burada elmi araşdırmalara görə bu məzar qəhrəmanlıq rəmzi olaraq qəhrəman məzarıdır. Daş hasarda olub. Və biraz da hasar hissəsi, əhatəsi genişdir. Maraqlandıq bunun genişliyi ilə bağlı. Dedilər ki, bu qəhrəman qəbri olduğuna görə hasar geniş olub və onun öldürdüyü düşmənlərin sayı qədər yanında daş bastırılıb. Başdaşına dəyməmək şərti ilə, tarixi itirməmək şərti ilə, yəni bu məzarı qoydu ki, itməsin bu tarix. Bu Qubatlı rayonu ərazisində 4-5 kənddə bax belə köhnə məzarlıqlar var. Belə çıxır ki, ən qədim kəndlərin biri Sərəldir, Qubatlı rayonu üzrə. Hacı Nadir tərəfindən təmir və bərpa edilmişdir. Bax, burada da həmçinin burada da 2 dənə məzardır. Bərpa olunub, təmir və bərpa olunub. Bunlar da qədim məzarlardır. Yenə həmin qayda ilə məzar qədimlik qorunub, toxunulmayıb. İnşallah yəqin ki, araşdırma aparırlar bunlar barədə. Bu da bax, Hacı Nadir tərəfindən təmir və bərpa olunmuşdur. 3-cü məzardır ki, bərpa edilib. Əsl hacılara layiq olan bir iş görüb Hacı Nadir. Buyurun. Ümumiyyətcə, bu məzarlığın bax, yenə də bu məzarda həmin qayda ilə bu, belə deyim ki, bunlar 1100, 1300 biz bildiyimiz qədər bu illəri əhatə edən məzarlıqlardır. Çox qədimdir, qədim tarixi var. Yenə bax, burada Hacı Nadir tərəfindən təmir və bərpa olunub. Bu da məzarı başdaşı da bir qədər yaxın götürüb baxa bilərsiniz burada da. Yəni bu ərəb dilində, fars dilində yazıldığına görə biz bunu oxuya bilmirik. Burada müəyyən işarələr var ki, bax başdaşın laf yuxarısında gördüyümüz kimi. Bunlar tamam fərqli bir şeylərdir. O birilərində hər hansı bir ulduz fason bir şey var. Növbəti məzarımız da budur. Burada da yenə sağ olsun bayaq dediyim kimi burada baş daşlarında müəyyən qədər bax bu ulduzlar var, bu işarələr. Bir neçə daşlarda bax belə bir ulduzlar var. Bu görünür dövrünün nəyinsə
Yəqin ki, bu qəhrəmanlıq rəmzi olar. Burada da yenə də bu məzarın da üstündə qeydiyyatı oxuyaq yazını. Burada da yazır, Hacı Nadir tərəfindən təmir və bərpa olunmuşdur. Bir daha sağ olsun hacımızı. Allah kömək olsun. Belə bir iş gördüyünə görə minnətdarıq. Sərəlçan qəbirstanlığında 6 dənə adsız köhnə məzarlar Hacı Nadir tərəfindən bərpa olunmuşdur. Buradan bir daha minnətdarlığımızı bildiririk. Bayaq dediyim kimi bu Sərəl kəndinin qədimliyini sübut edən bir şeydir. Yəqin ki, yenə deyirəm, elmi araşdırmalar davam edəcək. Bu Sərəl kəndinin çox qədim kənd olduğunu yəqin ki, hamımız biləcəyik. Talih TV kanalına abone olmayı unutmayın. Sizleri çok seviyorum.